Salam aleyküm değerli izleyiciler. Her vaxtınız xeyir olsun. Allah sizi, ailənizi də qorusun. Mərdimazardan, hatadan. İndi görəsən bir məsələ var. Əgər biz kimlənsə ünsiyyətdəyik, fərq eləməz, dost olsun, tanış olsun, sevgili olsun. Amma bizi daimi tənqid edir. Amma biz bunun dözürük. Fikirləşirik ki, indi bu adam olmasa başqa adam yoxdur. Başqa insan yoxdur. Kimlə biz kim vaxtı ayırıb bizlə danışacaq, ünsiyyətdə olacaq. Və bunu hər şeyi biz dözürük. Görəsən nədəndir belə bir şey? Narahatlığı hər şeyi dözürük. Çünki evdə daimi sizi danlayırlar. Daimi o həmənki tənqidi görürsən, ona görə hal-hazırda bu sənin üçün normal bir şeydir. Fikirləşirsən ki, bu belə olmalıdır. Yəni, bunsuz olmaz, mümkün deyil. Və haçan biz rastlaşırıq belə insanla, hansı tam fərqli olur, xeyirxah insan, bizdə panika əmələ gəlir. Biz özümüzə gələ bilmirik, fikirləşirik bu adam, belə deyək də, başı xarabdır. Niyə görə? Heç vaxt özündən çıxmır, heç vaxt aqressiv olmur, panika yaranmır. Onu fikirləşirik. Və həyat yoldaşı seçəndə elə adamı seçin, həmənki o xeyirxah insanı seçin. Kim sizi necə var qəbul edir, ürəkdən sizi istəyir. Ola bilsin ki, evdə siz tam ayrı cürə tərbiyə görmürsünüz. Amma şərt deyil ki, bütün həyat belə olmalıdır, bütün dünya belədir. Yox. Sizə necə göstəriblər, necə bacarıblar. Yəni, siz də necə bacarırsınız, həyatınız necə gedir, necə davam edir. Özünüz bilirsiniz. Hər şey siz özünüz dəyişdirə biləsiniz. Və buna baxmayaraq ki, həyat yoldaşı seçəndə xeyirxah insanı seçin. Kim sizi əslində necə var qəbul edir və ürəkdən sizi istəyir.